Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu 4-cü mikrorayon ərazisində mağazada vətəndaşın təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub. Xəbər verilir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2008-ci il təvəllüdlü kişi cinsli şəxs marketin daxilində istifadə olunan qaldırıcı qurğu ilə yükləri qaldırarkən müvazinətini itirərək yıxılıb və ayağı qurğu ilə divarın arasında sıxılaraq təhlükəli vəziyyətdə qalıb. Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə etməklə həmin şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.